Rahat nəqliyyatla səfər edənə iftar etməsi icazəlidir yoxsa yox? Yəni bir insan rahat nəqliyyat, yəni heç bir çətinlik yoxdur insan üçün. Elə bir nəqliyyat vasitəsindən istifadə edir ki, səfərə getmək üçün çox rahatdır. Hər şey əlinin altındadır. Və bu rahatçılıqla insan yenə də mi iftar etməlidir? Yenə də mi Allah təala ona asanlıq qoyur? Şeyxülislam İbn Teymiyyə rahimehullah özünün Məcmu Fətavasında çox gözəl bir məsələni izah edir və artıq bu məsələdə şübhəyə yer qoymur. Şeyxülislam buyurur ki, insana alimlərin, ümmətin ittifaqı ilə iftar etməsi icazəlidir. İstəyir o oruç tutmağa qadir olsun və yaxud da ondan aciz olsun. Şeyxülislam buyurur ki, rahimehullah, fikir verin. Deyir ki, hətta istəyir ona çətinlik olsun və yaxud da heç bir çətinlik olmasın, o insana iftar etməsi icazəlidir. Hətta, görün hansı məsələni qeyd edir. Hətta, ləv kənə müsafiran fiz-zilli. Hətta o, vəl-mə'i, suyun və kölgənin altında, suyun və rahatçılığın, yəni dərəcəsinə baxın, suyun və kölgənin altında səfər etsə belə. Hətta ona xidmət eləsələr belə, yanında onun xidmətçisi olsa belə, cəzə ləhul fitru vəl-qasr. Ona namazlarını qısaltmaq və iftar etmək icazəlidir. Çünki Allah talanın bu nə idi? Asanlığıdır. Ona görə də Allah tala həqiqətən də quluna çox rəhimlidir, mərhəmətlidir.